Mən məktəbli idim, o dəfində iştirak edirdim. Şəhidlərin dəfnində. Gənc idim, məktəbli idim. Mən ilk dəfə eşitdim orada şəhid sözünü. Şəhid sözünü ilk dəfə ömrümdə 20 yanvar şəhidlərinin dəfnində eşitdim. Mən bilmirdim şəhid nədir. Deyirlər şəhid cənazələrinə yol verin. Mən onu dedim ki, şəhid görəsən nəyə deyilir? Sonra bildim ki, çox adam eşitməyibmiş. Çünki şəhid sözü Sovet dövründə işlənmirdi. Bizə deyirlər həlak oldu filan. İndi də bəziləri deyir. Bir adam döyüşdə məsələn, Qarabağda öldürülür, həlak oldu. Həlak olmaq yaxşı söz deyil, şəhadət zirvəsinə ucaldı. Şəhid sözünü biz onda eşitdik, mən şəxsən özüm. Düzdür, bəzi ağsaqqallar, yaşlı insanlar ola bilər ki, tanışırdılar o sözlə. Yəni, şəhidlik yenidən dirçəldi 20 yanvarda. Şəhidlik elə bir qan yaddaşıydı, birdən cuşa gəldi. Mən hətta insanların şəxsən özüm şahid olduğum şey deyirəm. Qeyri-ixtiyari olaraq İmam Hüseynə sinə vurmasının şahid oldum dəfn mərasimində. Sinə vurub birdən-birə ya Hüseyn qeyri-ixtiyari olaraq, onu heç kəs o vaxtı təşkil eləməmişdi. Yəni şəhidlik məfhumu ilə Kərbəla canlandı, Kərbəla şəhidlərinin haqqında danışıldı. Qəribə bir hal idi və o şəhadət doğrudan da Azərbaycanın istiqlala qovuşmasına səbəb olan əsas amillərdən biridir. Bir gecədə 150 nəfərə yaxın insan şəhid oldu. Uşaqlar da vardı, az yaşlılar da vardı, qadın, kişi, tankın altında hətta avtomobillər qalırdı, hətta təcili yardım maşınlarına rəhm olunmurdu, avtomobillər güllə ateşinə tutulurdu. Amma Azərbaycan xalqı dayandı və öz azadlıq eşqini öz qanı ilə sübut elədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bizi şəhidlərimizin yanında xəcalətli eləməsin qiyamət günündə.